Vəfanın yaşı qədər ezan sənəti var. Danışığına fikir versin. Olmaz. Dinən ki, ay Vəfa, sən Yıldız Tilbe ilə oxumaq üçün pul axtarırsan, ya maşınını satmaq istəyirsən, elə sən kimlə borc alarsan? Ülviyyədən ya Elzadan. Birincisi, Vəfanın yaşı qədər ezan sənəti var. Bu bir. İkincisi, Ülviyyənin 3 dənə evi var idi. Bəli. Ülviyyənin binasında kiraya qalırdı. Başa düşürsənmi? Sən sualı düzgün ünvanlamırsan. Mən bu yaşıma qədər heç kimlə nə borc almamışam, borc vermişəm, amma borc almamışam. Vəfa sən... Yox, qaldı da ki, deyir, qara köpüğümü. O da məndən elə olaq mahnı istəmişdi. Elə onda mən də deyərdim ki, qara köpüğümü verərəm də, papurisine salmaq üçün mahnı istəmişdi. O vaxt səndən mahnı istəyib... Bəli, papurisine salmaq üçün... Hansı mahnına? Yarım oğlu demişdi, mən də demişdim, oxu. Onda da mən deyərdim ki, qara köpüğümü də vermərəm. Mən elə bir insan deyiləm. Yəni, nə oldu ya, siz barışmışdınız? Mən buradan başsağlığı da verdim. Bəli. Xəbərim yox idi ki... O da cavab verdi. Cavab verdi. Və sonradan çıxıb, bax, o nədir? Orada deyir ki, mən qara qəpiyimi də vermərəm. Bu nə deməkdir? Böyüyün kiçiyi yerim bilmərəm. Elza 40 ildə oxuyur, mən də 25 ildə oxuyuram. Mən niyə Vəfadan borc almalıyım? Vəfa dünən oxuyurdu, elə Vəfa gəlsin bizdən borc alsın. O da deyir, qara qəpik vermərəmsə, demək borc da Ay, almaz da. heç onda mən də qara qəpiyimi vermərəm ona. Verməzsən? Yox, niyə vermərəm? Dardadır. Nə? Darda olsa... Darda olsa insanlıq naminə eləyərəm.